Quran özünü məsani, yəni təkrarlanan bir kitab adlandırır. Zümer 23. Bu, ilk baxışdan qəribə görünə bilər. Axı, adi məntiqlə fikirləşsək, bir fikir bir dəfə deyiləndə anlaşılır. Üstəlik, bunu israrla təkrar etmək, bəzən hətta zəiflik əlaməti, fikrin gücsüzlüyü kimi də qəbul oluna bilər. Bəs anda eyni mövzuların, eyni hökmlərin, eyni qissələrin Quranın müxtəlif surələrində fərqli formalarda dönə-dönə təkrarlanmasının səbəbi nədir? Lakin məsələyə diqqətlə, səbirlə yanaşdıqda görürük ki, bu təkrar nə təsadüfdür, nə də sadəcə bir üslub xüsusiyyəti. Əksinə, çox məqsədli və mükəmməl şəkildə qurulmuş, bir-biri ilə bağlı bir neçə funksiyaya xidmət edən sistemin parçasıdır. İnsan zehni elə qurulub ki, eyni məlumatı eyni formada, dəyişməz şəkildə dəfələrlə eşidəndə tədricən ona qarşı bir növ immunluq, daha doğrusu diqqətsizlik və adətgərdəlik yaranır. Bu, psixologiyada yaxşı bilinən bir hadisədir. Beyin təkrarlanan, dəyişməyən informasiyanı arxa plana keçirir. Onu artıq bilinən, üzərində düşünməyə ehtiyac olmayan kateqoriyasına salır və get-gedə ona qarşı kör olur. Gündəlik həyatda da belədir. Hər gün eşitdiyimiz eyni bir xəbərdarlıq, bir tövsiyə zamanla təsirini itirir. Çünki zehin onu artıq yeni informasiya kimi qəbul etmir. Quran isə bu təbii zəifliyi, demək olar ki, mühəndis dəqiqliyi ilə hesablanmış bir üsulla aradan qaldırır. O, eyni əsas mesajı əksər hallarda eyni qəlibdə, eyni sözlərlə, eyni ardıcıllıqla təkrarlamır. Bir hökm, bir qissə və ya bir prinsip bir surədə qısa, kəskin və hökmedici formada gəlirsə, başqa bir surədə daha geniş, fərqli təfərrüatlarla, başqa bir hadisənin və ya müraciətin fonunda tamam fərqli bir dil ahəngi, ritm və bəlağətlə təqdim olunur. Məsələn, Adəm Peyğəmbərin yaradılışı və mələklərlə olan hadisə Quranda bir neçə yerdə keçir, amma hər dəfə fərqli bir cəhət önə çıxır. Bir yerdə mələklərin Allaha itaəti və təvazukarlığı, başqa yerdə iblisin təkəbbürü və üsyanı, daha başqa yerdə isə insanın unutqanlığı və zəifliyi mərkəzi olur. Beləcə, eyni hadisə hər dəfə yeni bir dərs, yeni bir mənəvi nəticə ilə yadda qalır. Bu üsul sayəsində oxucu və ya dinləyici hər dəfə zahirən tanış görünən bir mövzu ilə qarşılaşsa da, əslində ona tamam yeni bir pəncərədən, yeni bir bucaqdan baxır. Mətn nə qədər tez-tez gəlsə də heç vaxt köhnəlmir, kütləşmir, artıq bilinir hissi yaratmır. Əksinə, hər təkrarda özünü təzəliyir, təzə məna qatları açır. Zaman keçdikcə bu müxtəlif təqdimatlar bir-birini tamamlayır, bir-birinin üstünə əlavə olunur, bir-biri ilə hörülür və beləcə insanın şuuraltına, dəyərlər sisteminə yavaş-yavaş, lakin sarsılmaz şəkildə həkk olunur. Bu, sadəcə bir məlumatın yaddaşa həkk olunması deyil, bütöv bir düşüncə tərzinin, dünya görüşünün, əxlaqi refleksin formalaşmasıdır. İnsan fərqinə varmadan gündəlik oxuduğu, dinlədiyi bu ayələrin təsiri ilə zaman keçdikcə hadisələrə, məsələlərə Quranın gözü ilə baxmağa başlayır. Ancaq eyni formada təkrarlanan başqa ayələr də var ki, bu da müdafiənin başqa bir növüdür. Belə təkrarlar Quranın Peyğəmbərin öz dövründə kitab halına salındığını göstərir. Çünki bu ayələr bəzən bir surəni bütövlükdə əhatə edir. Başqa insanlar bunu sonradan yığsaydılar, həmin təkrarın neçə dəfə olduğunu müəyyənləşdirə, ardıcıllığı qura bilməzdilər. Bir surəni nümunə gətirə bilərik. Əgər bir surədə bu qədər təkrar varsa, deməli həmin surə tam olaraq Peyğəmbərin öz dövründə yığılmışdı. Bundan əlavə, başqa surələrdə də eyni təkrarların keçməsi, yenə də Quranın tam yığılmasının, yəni kitab halına salınmasının Peyğəmbərin öz sağlığında baş verdiyinin sübutudur. Çünki bunu sonradan başqa insanlar yığsaydı, eyni, yəni bir-birinə bənzəyən ayələri lazımsız hesab edib sıradan çıxara bilərdilər. Burada deyə bilərsiniz ki, xeyr, çıxarmazdılar. Yaxşı, onda belə çıxır ki, Quran Peyğəmbərin dövründə artıq surələr halında yığılmışdı. Qalırdı onu kitab halına salmaq. Kitabın ardıcıllığı barədə digər videomuzda aydınlıq gətirmişik, səbəblərini göstərmişik. O ardıcıllığı da Peyğəmbərdən qeyri-insanlar yığa bilməzdi. Hətta bu ardıcıllıq əlifba kitabı kimidir. Onu da ancaq Allah bu cür yığa bilərdi. Daha doğrusu onun göstərişi ilə yığıla bilərdi. Çünki yaratdığının psixologiyasını ondan yaxşı bilən yoxdur. İnsanın kitabı hansı ardıcıllıqla daha yaxşı qavradığını da ən yaxşı o bilir. Təkrarların digər, bəlkə də ən az diqqət çəkən, amma çox mühüm və vacib funksiyası mətnin subyektiv, qərəzli və ya cahil yozumlara qurban getməsinin qarşısını almaqdır.
Məsələn, Nəhl surəsində bəzi firqə mənsubları 44-cü ayəni təkbaşına oxuyur və ondan nəticə çıxarırlar. Onu kontekstindən ayrı oxuyanda, ayədən Peyğəmbərin Quranı izah edəcəyi başa düşülür, bunu da aparıb rəvayətlərə bağlayırlar. Halbuki, başqa bir ayədə Quranı Allahın özünün izah edəcəyi bildirilir. Və Quran mətnində dəfələrlə Allah öz ayələrini belə izah edir, mənasında ifadələr keçir. Bundan əlavə, səndən soruşurlar formasındakı ayələrdə cavab birbaşa elə həmin ayənin davamında verilir. Bu necə olur ki, Allah Quranın çox hissəsini elə Quranın özündə cavablandırır, müəyyən bir hissəsini isə şifahi rəvayətlərə buraxır? Bu yanaşma nə qədər məntiqlidir? Ancaq Nəhl surəsinin 44-cü ayəsindəki həmin fikirləri daha geniş şəkildə təqdim edən 64-cü ayəni bura əlavə etdikdə qarşımıza tamam başqa bir mənzərə çıxır. Nəhl 64-də artıq ixtilafdan söhbət gedir. İxtilaf isə yalnız həqiqətən fikir ayrılığı mövcud olan bir məsələ üzərində ola bilərdi. Müşriklər namazın necə qılınacağını, neçə rükət olacağını, orucun necə tutulacağını, zəkatın necə veriləcəyini mübahisə və ixtilaf mövzusu etmirdilər. Onların ixtilafda olduqları məsələ Allahın təkliyi idi. Onlar Allaha şəriklər qoşur, müxtəlif köməkçilər əlavə edirdilər. İxtilaf elə bu məsələdə idi. Allahın təkliyini isə Quranın özü bütün mətni boyunca izah edir. Yəni Quran sadəcə hökm verib kənara çəkilmir. O həm də öz-özünü izah edən, öz-özünü düzəldən, öz-özünü aydınlaşdıran bir mətindir. Bir ayədə qısa, ümumi şəkildə deyilən bir şey, başqa bir ayədə açılır, dəqiqləşdirilir, hüdudları çəkilir. Başqa bir ayəyə nəzər salaq. Bunun çox praktik, gündəlik həyatla bağlı bir nümunəsi qanın haram edilməsi ilə bağlı ayələrdir. Əgər insan yalnız tək bir ayəyə əsaslansa, qan sözünün hər formada, məsələn, kəsilmiş heyvanın ətinin daxilində qalan, damarlarda, hüceyrələrdə gizli olan qan da daxil olmaqla tam mənada haram olduğunu düşünə bilər. Bu da praktikada çox ciddi, lüzumsuz çətinliklərə səbəb olardı. Çünki ət məhsullarının tərkibində az miqdarda qalıq qan olması qaçılmazdır. Lakin Quranın daxili strukturunu izləyib, bu mövzuda gələn digər ayələri bir yerə qoyduqda, məsələn, axar qan ifadəsinin işləndiyi yerlərə diqqət yetirdikdə, aydın olur ki, söhbət ümumiyyətlə axar qandan gedir. Beləcə bir ayə o biri ayənin sərhəddini, dəqiq mənasını müəyyənləşdirir. Onu ifrat genişləndirmədən, yersiz sərtlikdən qoruyur və əməli həyatda asanlıq təmin edir. Bütün bu cür ayələri ətraflı izah etməyə çalışsaq, gərək neçə-neçə cildlik bir kitab yazaq. Bu səbəbdən bunun şahidi olmaq üçün ən doğrusu Quranı özünüz oxumalısınız. Bu, Quranın daxili bir özünü tənzimləmə və özünü şərh etmə sistemi olduğunu göstərir. Heç bir ayə tək başına kontekstindən, bənzər ayələrindən təcrid olunmuş şəkildə oxunmamalı və hökm çıxarılmamalıdır. Çünki onun əsl, tam mənası yalnız digər ayələrlə birlikdə bütöv bir şəkildə oxunduqda üzə çıxır. Tək ayəyə əsaslanan tələsik hökmlər çox vaxt yanlış, ifrat və ya əksinə, lazımi ciddiyyətdən məhrum nəticələri aparıb çıxara bilər. Allah bu səbəbdən Quranda kitabı parçalamayaraq qəbul edin deyir. Bəqərə 85, Hicr 91. Bu daxili bağlılıq elə bir səviyyədədir ki, Qurandan tək bir ayəni qoparıb çıxarmaq, onu kontekstdən ayrı təqdim etmək və ya mənasını tamamilə başqa, orijinaldan uzaq bir tərəfə yozmaq son dərəcə çətin, demək olar ki, qeyri-mümkün bir işə çevrilir. Çünki demək olar ki, hər bir ayə görünməyən tellərlə, onlarla, bəlkə yüzlərlə başqa ayəyə bağlıdır. Mövzu, hökm və məna baxımından hörülüdür. Bu bir hörgüyə bənzəyir. Bir kərpici çıxarmaq istəsən, üstündəki və yanındakı kərpiclər onun yerini tutmağa, boşluğu doldurmağa çalışır. Çünki bütöv quruluş bir-birinə bağlıdır. Əgər kimsə öz subyektiv, qərəzli və ya hər hansı bir məqsədə xidmət edən yozumunu mətnə sırmaq istəsə, gec-tez bu iddia Quranın başqa bir yerindəki ayə və ya ayələr qrupu ilə üz-üzə gələcək və açıq, danılmaz bir ziddiyyət yaranacaq. Quranın özü də bu məntiqə işarə edir. Əgər bu kitab Allahdan başqa bir mənbədən gəlmiş olsaydı, onda mütləq çoxlu ziddiyyətlər tapılardı. Nisa surəsi 82-ci ayə. Beləliklə, hər hansı bir təfsir, şərh və ya yozum irəli sürüləndə, ilk növbədə özümüzə bu sualı verməliyik. Bu yozum qalan minlərlə ayə ilə ziddiyyət yaratmırmı? Onlarla uyğun gəlirmi? Bu sual əslində Quranın özünü qoruma, yəni daxili immunitet sisteminin əsasını təşkil edir və onu insan əlində sərbəst, məhdudiyyətsiz formaya salına biləcək adi bir mətndən fərqləndirir. Allah bu kitabı qoruyacağını vəd etmişdir və bunu sadəcə xarici, fiziki mühafizə, yəni əzbərləmə, yazılı nüsxələrin çoxaldılması ilə deyil,
həm də mətnin öz daxili lingvistik, məntiqi və struktur quruluşu ilə təmin etmişdir. Bu çoxqatlı müdafiə sistemi sayəsində kitab əsrləri arxada qoyaraq müxtəlif coğrafiyalardan, mədəniyyətlərdən, dillərdən keçərək ilkin saflığı ilə günümüzə çatıb. Hər hansı kənar əlavə və ya təhrifə imkan verməyib. Lakin bu qorunma sisteminin fərd səviyyəsində tam, real şəkildə işləməsi üçün insanın da öz üzərinə düşən rolu vardır. Ayələri yalnız kağız üzərində, kitab şəklində saxlamaq, yaxud sadəcə qulaqdan eşidib əzbərləmək kifayət etmir. Onları daxili dünyada, qəlbdə toplamaq, necə ki ayədə bildirilir, biz onu sənin qəlbində cəm edəcəyik. Mənimsəmək, həzm etmək lazımdır. Ayələr qəlbdə bütöv, vahid bir məcmu halına gəldikdə, insan şuuru yanlış təsirlərə, kənar müdaxilələrə, azğın yozumlara qarşı çox daha möhkəm, çox daha sabit bir müdafiə qazanır. Çünki Quranı bütöv şəkildə öz daxilində daşıyan, onun insandan nə istədiyini anlayan, yəni onu qəlbində toplamış olan kəs, hər hansı bir təhrif edilmiş, kontekstdən çıxarılmış söz, ayə və ya yozum eşidən kimi, onun nə qədər səhv, nə qədər yöndəmsiz olduğunu dərhal, demək olar ki, instinktiv şəkildə hiss edir. Elə bil daxili bir siqnal sistemi, bir həyəcan siqnalı dərhal işə düşür və xəbərdarlıq edir. Sonda isə qeyd etmək lazımdır ki, bu görünən, izlənilə bilən, sözlə məntiqlə izah olunan daxili şəbəkədən başqa, Quranın bütövlüyünü qoruyan, lakin hələ ki bəşər elminə tam aydın olmayan, başqa ilahi və gizli mexanizmlərdə fasiləsiz, görünməz şəkildə Quran daxilində fəaliyyət göstərir. Bu, Quranın qorunmasının təkcə insan səyi, hafizə, yaxud lingvistik məntiqlə məhdudlaşmadığını, bundan kənar, daha dərin, daha əhatəli bir ilahi iradənin də daim işə qarışdığını göstərir və məhz buna görə də bu kitab 1400 ildən artıq bir zaman keçməsinə baxmayaraq, dəyişməz, sarsılmaz şəkildə qalmaqdadır.